Bizim üçün ölüm qazanc deməkdir. Məsihçilər ölmür, məsihçilər dünyalarını dəyişir. Necə ki, yer üzündə bu ölkədən o ölkəyə uçursan, o ölkədən o ölkəyə uçursan. Eləsində biz zaman gələndə, dünyamızı dəyişəndə Rəbbin evinə gedəcəyik. Çünki İsa Məsih deyib, heç nədən narahat olma. Ürəyin narahat olmasın. Atamın evində çoxlu otaqlar var. Elə olmasaydı sizə deməzdim. Çünki sizə yer hazırlamağa gedirəm. Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi yanıma götürəcəyəm ki, mən hardayamsa, siz də orada olasınız. Və əlbəttə ki, şübhəli adamlar da var. O vaxtda şagirdlərdən biri şübhələndi, dedi, ya Rəbb, hara getdiyini bilmirik. Bəlkə də aramızda da var. Deyirlər, ay İsa, sən haranı bizə görsədirsən, hansı evdən danışırsan? İsa isə görün nə cavab verir şagirdinə. Deyir, yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmasa, atanın dərgahına heç kim düşə bilməz. Heç kim bu sözləri söyləməyib, əminliklə. Yalnız İsa Məsih bunu deyib. Və əgərləri sən bu günləri tövbə eləmək istəyirsənsə, buyurun, tövbə edin. Əgər bu illəri sənin mehribansılığın yoxdursa, insanlığın olmayıbsa və çalışmısan bunu edəsən, buyurun, tövbə eləyin ki, Rəbb bizi dəyişsin. Mən tövbəyə dəvət edirəm o insanları, ilk dəfə gələnləri. Qorxmayın Rəbdən, İsa Məsihi qəbul eləməkdən qorxmayın. Bir şey bilin ki, Rəbb səni hazırlayır o dünya üçün.